tələbələrin çoxsu o sahədə qalmırlar. Onlar ya magistratura başqa sahə üzrə eləyirlər və yaxud da qurtardıqdan sonra o sahədə heç işləmirlər və soruşanda niyə belə eləyirsiniz? Onlar dedi, mən 4 ildə başa düşmədim sosial iş nədir. Sosial işin yaranması nədir? Tarixi köklərinə baxsaq, sosial iş xeyriyyəçiliklə başlayıb. 17-ci əsrlərdən etibarən İngiltərədə bu kömək məsələsini biraz sistemləşdirməyə başladılar. Həmin dövrlərdən bu terminlər ortaya çıxdı. Köməyə layiq olan insanlar, layiq olmayan insanlar. Bir növ 17-ci əsrin sonundan belə deyək də poor law, yəni kasıblar haqqında qanun Böyük Britaniyada qəbul olundu. Bir çox tarixi kitablarda sosial işin haqqında müəlliflər bu qanuna toxunurlar ki, ondan sonra bir növ xeyriyyəçilikdə, kömək etməkdə bir növ sistemləşmə getdi. Azərbaycan cəmiyyəti, yəni Şərq cəmiyyətində də təbii ki, bu hadisələr hər zaman baş verib. Yəni elə bir cəmiyyət yoxdur ki, orada xeyriyyəçilik olmasın, inkişaf etməsin. Bizim cəmiyyət də buna daxildir. Ancaq bu kömək, xeyriyyəçilik 20-ci əsrin əvvəllərində Qərb cəmiyyətində, hətta belə deyək də 19-cu əsrin axırlarında Avropa cəmiyyətlərində artıq bu kömək haqqında hər hansı bir biliklərin öyrənməsini də o gündəmə gəldi ki, bu kömək təkcə deyək ki, kilsə tərəfindən olmasın, belə deyək, məscid tərəfindən olmasın, amma bu sahədə bir biliklər də ortaya qoyulsun və köməyi və həmin o kilsə din sistemindən biraz qırağa çıxarılsın və belə demək olar ki, sosial işdə getdikcə belə formalaşmağa başladı. Həmin o biliklərin ilkin biliklərin öyrənilməsi ilə, həmin o xeyriyyəçiliyin dindən, deyək ki, kilsədən ayrılması ilə bir belə deyək də bir peşə formalaşmağa başladı. Bu da hardasa sosial işin ilkin qığılcımları ola bilərdi. 19-cu əsrin axırlarından Avropada başladılar bu bəzi təlimlər keçməyə, amma daha sosial işin təhsilinin təşkili daha çox 20-ci əsrin əvvəllərinə gəlir çıxır və həm Avropada paralel olaraq da Amerikanın da özünün demək xeyriyyəçilik adət-ənənəsi var idi. Orada da daha çox yoxsul ailələrlə işləyirdilər və orada da paralel şəkildə hər iki qitədə bu sosial işin təhsili sahəsində irəliləyişlər olmağa başladı. ABŞ-da daha çox məsələn Jane Addams, Mary Richmond xanımlar belə deyək də bu sahədə addımlar atmağa başladı. Jane Addams daha çox siyasi proqramlar, belə proqramlar sahəsində yoxsulluq, icma inkişafı sahəsində işlər görürdü və o sahədə də demək ilkin təhsil, ilkin biliklər ortaya qoyurdu. Mary Richmond isə daha çox demək kliniki sosial iş tərəfini ortaya qoyurdu və hər iki qitədə demək olar ki, paralel irəliləyişlər var idi. Amma Azərbaycana gəldikdə demək Azərbaycanı da demək bu prosesə daxil etmək olar. Eyni vaxtlarda Azərbaycanda da xeyriyyəçilik baş verirdi, bilirdi. Xeyriyyəçi qurumları yaranırdı 1905-lərdə, hətta 1900-ün əvvəllərində deyək ki, ziyalıların həyat yoldaşları, neft milyonçuların həyat yoldaşları təşkilatlanırdılar. Məsəl üçün Şəfa Xeyriyyəçilik Cəmiyyəti var idi. Tam olaraq məsələn Sosial Demokrat Qadınlar Təşkilatı var idi. Orada Həsən bəy Zardəvinin həyat yoldaşı, Cəlil Məmmədquluzadənin həyat yoldaşı bu tip xanımlar yığılıb xeyriyyəçilik işləri görürdülər. Amma Azərbaycanda daha çox xeyriyyəçilik qadınların maariflənməsi ilə əlaqədar idi və daha məsəl üçün daha çox təhsillə əlaqədar idi, uşaqlarla əlaqədar idi və bu təkcə Bakıda deyildi. Eyni zamanda Gəncədə də, Qarabağda da fəaliyyət göstərirdi bu xeyriyyəçi cəmiyyətlər. Onların da yenə ortaya qoyduğu məsələlər qadın məsələləri idi, qadınların maariflənməsi idi, kimsəsiz yetim uşaqların sosial-iqtisadi məsələləri idi. Bakıda daha çox neft sənayesində işləyən insanların, fəhlələrin deyə ailələrinin rifahı idi, uşaqların rifahı idi. Amma Qərbdən fərqli olaraq Azərbaycanda bu proses Sovet hakimiyyəti qurulduqdan sonra dayandırıldı. Çünki xeyriyyəçilik işi Sovet İttifaqında qəbul olunmurdu və eyni zamanda da bu xeyriyyəçilik işlərinin çoxsunun demək milyonçuların həyat yoldaşları, milyonçular tərəfindən aparıldığına görə də bunu da qəbul etmirdi Sovet hakimiyyəti və demək olar ki, buna bir fərdi xeyriyyəçiliyə bir demək qadağa qoyuldu. Bunun əvəzinə sosial xidmətçilər fəaliyyət göstərməyə başladılar və sosial xidmətləri
demək könüllülər, komsomol, pioner olanlar həyata keçirirdi. Amma Qərbdə isə təhsil artıq mütəşəkkil olaraq təşkil olunmağa başladı və hal-hazırda hər iki qitədə demək həm Şimali Amerikada, həm Avropada tanınan universitetlər 1920-lərdə artıq qurulmağa başladı və sosial iş bir elm kimi ortaya qoyuldu və onun sahələri, özünün bəzi nəzəriyyələri artıq ortaya qoyuldu və həmin dövrdən başlayaraq bildiyiniz kimi dünyada hardasa bir 3500-ə yaxın universitetlərdə sosial iş təhsili gedir. Azərbaycanda ondan çox universitetdə hal-hazırda sosial iş təhsili var. O demək bu təkcə Bakıda deyil, eyni zamanda həm Naxçıvanda, həm Gəncə universitetdə də sosial iş təhsili var. Bizdə Azərbaycanda təhsil standartların demək olar ki, çox da cavab vermir. Demək olar ki, tamamilə cavab vermir bəlkə də. Bu da həm təhsilin keyfiyyətinə təsir edir. Sosial iş təhsilinin inkişaf etdirilməsi üçün ilk növbədə yenə qeyd etdiyim kimi o standartlar var ki, onları nəzərə almaq lazımdır və kompetensiyalar var. O kompetensiyaları da nəzərə almaq lazımdır ki, təhsildə ilk növbədə infrastruktur olmalıdır. Sosial iş təhsili. Yəni mənə gəlir ki, bütün bu təhsil sahəsinə, bütün ixtisaslara aiddir. Yəni o ixtisas üzrə hər hansı bir kitabxana yoxdursa, orada bir yerli məlumat yoxdursa, yəni ki, yerli kitab, o tələbə, yəni gələn o insan orada nə oxuyacaq? Çünki məsəl üçün orada deyək ki, müəllim özünün qüvvəsinə görə bir axşam məsəl üçün 5 səhifə tərcümə edib gətirə bilər. Amma bununla bütün 4 il yola vermək olmaz axı. Məhz bu baxımından bu təhsilin keyfiyyətinin inkişaf etməsi üçün sosial iş təhsili açan proqramlar mütləq bu standartları tətbiq etməlidir. Onların məsəl üçün dediyim kimi resursları olmalıdır, kitabxanaları olmalıdır və sosial iş təhsilini almış müəllimlər dərs deməlidir həmin proqramlarda. Onların özləri də məlumatlı olmalıdır. Orada 9 dənə standart var bu təhsilin təşkili. Mən hamısını onların təkrarlamaq istəmirəm. O standartlar əsasında bu ilk növbədə təhsil təşkil olunmalıdır və bilirsiniz bu təşkil belə təşkil olunmayanda da nə baş verir? Uşaq gəlir, oxuyur, bakalavrda tutaq ki, təsadüfən gəlib düşürlər. Və biz araşdırma aparmışdıq və təsəvvür edin ki, bakalavra gəlib oxuyan, qutaran bu sahəni uşaqların çoxusu, tələbələrin çoxusu o sahədə qalmırlar. Onlar ya magistratura başqa sahə üzrə eləyirlər, biznes üzrə, bilmirəm, başqa bir sahə üzrə gedirlər və yaxud da qutardıqdan sonra o sahədə heç işləmirlər və soruşanda niyə belə eləyirsiniz? Biz tədqiqat aparmışdıq. Onlar dedi, mən 4 ildə başa düşmədim sosial iş nədir. Mənim heç bir əmək bazarına verə biləcəyim bir bilik və yaxud da nəzəriyyə yoxdur. Biraz magistrat təhsilində də biraz çatışmazlıq var. Ondan ibarətdir ki, magistraturadan oxuyan uşaqlarla biz tədqiqat zamanı onlardan soruşanda ki, nə sizi qane etmir. Onlar dedi ki, biz bakalavrda oxuduğumuzu elə magistraturada təkrarladıq. Yəni əslində bu belə təşkil olunmamalıdır. Bakalavrda ümumi generalist practitioner, social worker, sosial işçilər olunur. Yəni ümumi biliklər verilir sosial işə. Magistrda daha çox məsəl üçün necədir Qərbdə, necədir bu sosial işin mütəşəkkil təşkil olunduğu ölkədə magistrda artıq ixtisaslaşma gedir. Yəni magistrda oxuyan uşaqlar artıq təmin o tələbələr artıq sosial işin sahələrinin biri üzrə çox ixtisaslaşırlar və orada mütəxəssis olaraq çıxırlar. Bu sahələr məsələn sosial işin sahələri var. Tip kimi sosial iş də çox geniş bir sahədir. Onun məsəl üçün böyük sahələri var. Ailə və uşaqlarla işlər, sosial iş, gerontologiya, yəni yaşlı insanlarla iş, ondan sonra əlillərlə sosial iş, kliniki sosial, yəni psixi sağlamlıq üzrə sosial iş, yəni sahələri çoxdur. Sonra məsələn tədqiqat, sırf tədqiqat üzrə sosial iş, sosial iqtisadi inkişaf üzrə sosial iş, sosial siyasət üzrə sosial iş və bu sahələri üzrə mən indi məsəl üçün hal-hazırda çox məşhurdur müharibə veteranları ilə işləmək, hərbi sosial iş deyirlər, hərbi sosial iş, qaçqın və məcburi köçkünlərlə işləmək üzrə sosial iş, yəni sahələri çoxdur. Sosial iş təhsilinin inkişafı bizim cəmiyyət üçün çox vacibdir. Yəni alimlər qeyd edirlər ki, sosial sahə inkişaf etmədən heç bir ölkə tam inkişafdan danışa bilməz. Yəni iqtisadi inkişaf etməklə əgər o
ölkədə yoxsulluq varsa, əgər o ölkədə sosial problemlər varsa, o balanslı şəkildə bir inkişaf getmir. Bunu da həll etmək üçün o sahənin mütəxəssisləri lazımdır. Necə bizə demək xəstəlikləri səhiyyədə məsələn həkimlərimiz, səhiyyə işçiləri işləyir, təhsil sistemində müəllimlər işləyir, sosial sahədə də, sosial müdafiədə də, sosial problemlər sahəsində də o sahədə oxumuş mütəxəssislər olmalıdır. Onların da ən birincisi, aparıcısı sosial işçilərdir. Yəni Azərbaycan xalqına keyfiyyətli sosial xidmətlər, keyfiyyətli sosial dövlət proqramları lazımdır, keyfiyyətli sosial dəstək lazımdır. Bunu da keyfiyyətli, effektli təhsil almış sosial işçilər ancaq eləyə bilər. Çünki sosial işçilər təhsilləri ərəfəsində, təhsil müddətində onlar sosial problemlər haqqında qeyd elədiyim kimi hər tərəfli məlumata, nəzəriyyələr öyrənirlər, yollar öyrənirlər, analiz etmək bacarıqları olur, tədqiqat etmək bacarıqları, yəni yaxşı təşkil olunmuş sosial iş təhsilindən söhbət gedir. Buna görə də sosial işin təhsili çox bizə vacibdir. Sosial işin ixtisaslaşması məsələsinə gəldikdə isə ki, magistratura mən bayaqlarım qeyd etdim ki, bu sahələrdə ola bilər. Hər bir cəmiyyətin nəzərdə tutduğu problemlər üzrə sosial iş ixtisaslaşmasını aça bilər. Məsələn, bu gün bizim cəmiyyətdə qaçqınlar və məcburi köçkünlər böyük bir qrup təşkil edirsə, 1 milyona yaxındır. Çünki onların da özlərinə görə bəzi problemləri, məsələləri var. Onlar müharibədən çıxmış insanlardılar. Bir çox həm sosial, iqtisadi məsələləri var, həm psixoloji məsələləri var, onların deyək ki, travmaları. Bu sahədə işləyən sosial iş üzrə bir tutaq ki, ixtisaslaşma açıla bilər və yaxud da hərbi sosial iş bizim ölkə üçün aktual bir sahədir. Müharibədən çıxmış bir ölkəyik. Bu proses də davam eləyir. Bizim məsəl üçün hərbiçilərimiz, hərbiçi ailələri, şəhid ailələri var ki, bunların bu qrupun da özlərinin xüsusiyyətləri var. Onlarla işləmək üçün müxtəlif yanaşmalar var. Onların problemini həll etmək üçün müxtəlif yanaşmalar var. Məsələn, bu sahədə də bir sosial iş ixtisası açıla bilər. Eyni zamanda ailə və uşaqlarla sosial iş bu bütün cəmiyyətlərdə olan ən böyük sahədir. Azərbaycanda da buna ehtiyac var. Çünki hər cəmiyyətdə ailə də var, uşaq da var. Bu da böyük bir sahə ola bilər. Yəni sosial işin həmin o cəmiyyət ixtisaslaşmaları və yaxud da sosial iş proqramında olan dərslər cəmiyyətimizdə olan aktual sosial problemlərin əsasında qoyula bilər və ixtisaslaşmalar da bu sahədə açıla bilər. Və son məqamda bəli bizə keyfiyyətli sosial işçilər lazımdır ki, xalqımıza keyfiyyətli sosial xidmət, sosial qayğı göstərə bilsinlər. Thank you.